Hə. Əziz dostlar, çoxsaylı istəklərinizi və arzularınızı nəzərə alaraq bu dəfə sizə Eminin yerinə əvəzi gətirmişik. Əvəz özünü təqdim elə. Nətə təqdim edirəm? Təqdim eləmə mədəniyyətin yoxdur. Xeyr, mən. Sən kimsən? Ya bir dayan, sponsor Mən qaç. 3-cü qrupam. 3-cü qrup Əlil Əvəz. Ad soyadın nədir Əvəz? Əvəz Məmmədov. Haransan? Laçından. Laçındandır. Bəli. Bəli, bu gün Əvəzlə ilk izahı bir dayan da, dayan. Əvəzlə bugün ilk dərsimizdir, sual-cavabımız başlayır. Və bugün yeni sponsorumuz var dostlar. Keçən dəfəki kaktus reklamından sonra artıq bizə müraciətlər artıb və bunun nəticəsində Mojito müraciət olub bizə. Rus firmasıdır. Kaktus başımızı bıraktı kesib. Kaktusdan artıq Mojito çıxardırıq biz. Kaktusu sıxıb suyunu çıxardırıq. Bəli, bəli. Əgər siz də bizim verilişdə sponsor olmaq istəyirsinizsə, altda qeyd elədiyim, hal-hazırda qeyd elədiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Bundan sonra isə bizi digər sosial şəbəkələrdə izləmək istəyirsinizsə, sağda və solda qeyd elədiyim sosial şəbəkələrdən izləyə bilərsiniz və orada daha ətraflı məlumatlar paylaşıram. İndi isə keçirik dərs izahımıza. Dərs izahımız nədir? Mövzunun dərsinə. Sual-cavabımız nədir? Səfəvləri vermişdir. Səfəvlərin nəyini oxumusan? İkinci Səfəv Osman müharibəsi, bir də Abbas İslahatları. Bəli. Hə. Deməli, ikinci Səfəv Osmanlı müharibəsindən başlayanda sən birincidə görüm Şah Təhmasib nə vaxt ölüb? Birinci Təhmasib 1576. Onun ölümündən sonra kimlərin arasında mübarizə gedirdi? İsmail Mirzə, Məhəmməd Mirzə, Heydər Mirzə. Hansı ölür burada? Da Heydər Mirzə. Kim qalib gəlir? İsmail. Neçənci İsmail olur? Neçənci illərdə hakimiyyətdə olur? 76-77. Aha. İkinci İsmailin hakimiyyət dövrü necə xarakterize olunur? Nə baş verir onun dövründə? Elə ki, kütləvi cəza tədbirləri həyata keçirir. Bir də Şiə-Sünni məsələsini aradan qaldırmaq istəyir deyə. Elə ki, Qızılbaşdan narazı oldu bundan. Bəli, doğru. Sürgəsini səsini öldürdü. Və onun ölümündən sonra kim gəlir? Məhəmməd Xudavəndə. Onun hakimiyyət illəri neçənci illərə? 78-80. Onun dövründə vəkil vəzifəsinə kim yüksəlmişdi? Mehdi Ulya. Mehdi Ulya kimləri vəzifəyə buraxır? Farsları. Kimin başçılığı altında? Mirzə Salman. Ümumilikdə necə olur? Nə baş verir ona? Xəzinə boşalmışdı. Bəs bundan kim istifadə edir? Hansı dövlət istifadə edir? Osmanlı. Osmanlı ilə ikinci müharibə neçənci illər əhatə edir? 78-90. 90-cı illər. İkinci müharibənin başlamasına bəhanə nə olur? Bəhanə bu kütlər qiyam qalır da sərhəddə. Bəli, harda qiyam qalırlar? Vanda. Vanda. Səfəv Osman sərhəddə. Harda elə? Harda qiyam qalır? Xoy ərazisində qalırlar. Van deyirdim. Kimni daxil edir ora? Xosrov Paşa. Xosrov kim idi? Van hakimi. Van hakimi. Gördün? Sərhəd verməmiş. Nə? Sərhəd vermə. Harda olduğunu deməmiş. Doğrudan. Ola bilər. İndi məlumatda olduğunun hardaymış? Xoyda. Sağ ol. Yaxşı, bu müharibənin ilk başlarında hansı tərəf üstünlük qazanmışdı? Səfəvlər. Və sonra böyük döyüşlərdə, məsələn, birinci böyük döyüş hansı olur? Sirmən döyüşü. Nəyə də döyüşün adı? Sirmən nədir? Mənim dəqiqə. Molla Həsən obisi. Sirman deyil, aynen. Çıldır. Çıldır, hə. Ne zaman baş verir çıldır döyüşü? 1578. Ayın bilirsən? Ayı avqust ayı. Nəticəsi bəs? Nəticəsi bu Osmanlılar qalib gəldi. Osmanlılar. Çıldır döyüşündən sonra Osmanlılar haranı işğal edir, hara yollar açılır? Dərbəndi işğal edir. Yox, Şirvan Dərbənd. Aha. Gürcüstanda yollar açılır. Bəs yaxşı. Dərbənd Şirvan deyəcəm. Bu belə deyək ki, Osmanlılar üzərində Səfəvlərin sonuncu uğurlu döyüş hansı olur? Molla Həsən. Nə zaman baş verir? 1578-də noyabr. Nəticəsi nə olur? Səfəvlər qalib gəlir. Səfəvlər qalib gəlir. Haranı azad edir? Şirvanı. Hara düşməndə qalır? Dərbənd. Dərbənd. Kimləri məğlub edir bu döyüşdə? Osmanlılar. Osmanlılarla savayı. Şeybanilər. Bir də Krım. Krımlarla ortaq döyüş hansıdır? Başqa hansı döyüşlə oxşamışdır? Niyazabad. Niyazabad. O nə vaxt baş verib? O da 1581 idi. İllər yadımdan çıxır. Fikirləş də məndə. Qan fikirləşim. 78-də bu oldu. 80-ə 10 atacaqdımı qoymadınız. Nəticə nə oldu? Nəticə yenə bizimkilər qalib gəlir, amma ki axırını gətirə bilmirlər. Bəli, axırını gətirə bilmirlər. Bəs nəyə görə bundan sonra uğursuzluğa düçar oluruq? Yəni səbəblər nə olur? Çünki xəzinəmiz boşalmışdı. Qızılbaşlar üsyan qaldırırlar. Onlar arasında çəkişmələr var idi. Və yaxşı, eyni ildə Osmanlılar haranı ələ keçirmişlər? Çuxursərdə ələ keçirmişlər. Birinci Sufyan döyüşünə vaxt baş verir. 1585-də. Nəticəsi nə olub? Nəticəsi Osmanlılar qalib gəldi. Haranı ələ keçirirlər döyüşdən sonra? Döyüşdən sonra haranı ələ keçir? Təbrizi. Təbrizi ələ keçirmək Osmanlı hökmdarı kim idi bu müharibə vaxtı? 3-cü Murad. Təbrizi ələ keçirmək 3-cü Muraddan kimlərlə oxşar? Yəni hansı Osmanlı hökmdarlarına oxşar? Yunus Hərmi. Bir də Süleyman da. Bəli. Bir də 3-cü Əhməd var. Onu hələ ki keçməmisən. Sıra yazsın. bilərdim.
Və yaxşı, bu Təbrizə ələ keçirəndən sonra nə var Osmanlılar? Yandırıda Təbriz Qeysəriyyə Qeysəriyyə bazarı neçənci əsr memarlığı aldı? 15-ci əsr. Niyə görə Təbriz Qeysəriyyə bazarını yandırırlar ki? Çünki əhali bunlara qarşı istəmir də bunları. Söz Müqavimət. ehtiyatını çatmamış. Deyirəm müqavimət göstər. Müqavimət istəyir. Kamera deməmişim. Kamera. Kamera deyirəm. Kamera. Kameradır bu. Kameradır. Deyirəm kamera. Kamera yox, kamera. Yaşlanmışım, biabronca. Biraz da sən deyirəm. Hər dəfə bu uşağın ümumiyyətlə vurğuda problemi var. Keçən nə səhv vurmuşdun? Suvari. Deyirəm. Suvari dedim lan. Ya indi düzəldirsən. Yox, sizin internetin zəif idi. Ondan Nəsə. İncir aması. Bundan sonra 3-cü Murad hansı dövləti müharibəyə cəlb etməyə çalışır? Şeybaniləri müharibəyə cəlb etməsi 3-cü Muraddan kimin oxşar? Bəli. Bəs yaxşı, Təbriz işğalından sonra tərəflər arasında sülh danışıqları gündəmə gəlir. 86-cı. Kim idi tərəflər? Həmzə Mirzə ilə 3-cü Murad. Bəs söyləsin. Hə. Nə dedin? Nədir? Gəl. Həmzə Mirzə nə istəyirdi Muraddan? Deyirdi bir dənə Təbrizlər qalan hər yersən. Bəli, bu danışıqların axı nətər olur? Həmzə Mirzə sui-qəsd nəticəsində öldürülür. Harda öldürülür? Qarabağda. Bəs yaxşı, Qarabağda öləndən sonra nə baş verdi bu? Öləndən sonra 3-cü Murad Azərbaycan böyük səslərinə keçirdi. Eyni zamanda da. Eyni zamanda da bir də saray çevirmiş orada. Yox. Həm 3-cü Murad Azərbaycan işğal edir. Bir də Şeybanilər. Şeybanilər haranı işğal edir? Desən Xorasan. Xorasan idi. Bəli. Saray çevriliş olur. Kim gəlir hakimiyyətə? 87-də olur 3-cü Murad. Abbas yəni. Neçənci illərdə hakimiyyətdə olur? 89, 1629. 29 öldü. 29 düzdür. Neçədir başlanğıc neçədir? 1589 öldü. 87-də. 87. Bəs yaxşı, Abbasın işi nə olur? Abbas gələn kimi müqavilə bağlamaq istəyir. Bəli. Bunun hansı müqavilə bağlanır? İstanbul. Nə zaman? 90-da. Nəticəsi nə olur? Hep ki, Xalxal, Zəncan, Ərdəbil, Lənkəran, Qaradağ, hara qaldı? Qəzvin. Qalır Səfəvlərdə, qalan hər yer Osmanlıdır. Bəs bu müqavilənin Səfəvilər üçün nəticəsi nə olur? Nəticəsi bunlar vaxt qazanır, bir silah keçirmək. Başqa? Başqa səbəb. Əhəmiyyəti nə olur Səfəvilər üçün bu müharibə? İki tərəfdən gələn həm Osmanlı bunlara hücum edir, həm də Yəni iki cəbhədə döyüşməkdən xilas olur. Başqa nə olur? Bilmirəm. Bir də ki, tarixində imzaladığı ilk ağır müqavilə idi. Lazımdır ki. Niyə lazımdır? İlk ağır müqavilədir, qəsd işidir, səhv. İlk ağır müqavilədir, nə bilim, Amayis sözü. Sonra islahata keçirik. İslahat keçirməkdə məqsəd nə idi birinci Abbasın? Dövləti gücləndirmək, itirilmiş əraziləri geri qaytarmaq, mərkəzi hakimiyyətinə. Hansı sahələrdə islahat keçirir? İnzibati, idarə etmə, hərbi, bir də vergi. Vergidə nə edib məsələn? Vergidə vergiləri bəzi yerdə vergiləri azaldıb, bəzisini ordubaqda ləğv edir. Ticarət tənzim edir. Bəli. Bəs yaxşı, bu məsəl üçün idarə etmədə nə edib? İdarə etmə inzibati. İdarə etmə hərbi ilə bir yerdə verilmişdi. Sonunda bu qızılbaşa tək başına silah gəzdirə bilməzdilər. Bu ordunu tayfa müxtəliflik prinsipinə əsasən qurur. Bir də ki, hakimiyyətə, yəni tayfa başçısına da güvəndə olmalıdır. Orada bir dənə cümlə var, onda deyil. Orada bir dənə qızılbaşda əhəmiyyətli kimi var idi. Nəyə ləğv edir? Nəyə ləğv edir? Tayfalar arasında hep ki İrsilik prinsipini ləğv edir. Nədir o düşdü? Divar çökdü. Bəs yaxşı, bu tayfa müxtəliflik prinsipi tətbiq eləməsi kimlərin olacaq? Məlikşahla Çingizxan. Məlikşah və Çingizxan. Osmanlı rollar məncə divara. Bəli. Bəs yaxşı, onun ordu islahatına görə ordu neçə yerə bölünmüşdü? İkisi. Hansılar idi? Süvari. Aha. Və daimi ordu. Daimi ordu. Daimi ordunun özü neçə yerə bölünmüşdü? Hansılar idi? Qulamlar, topçular, tüfəngçilər. Bu daimi ordunun əsas zərbə qüvvəsi hansı idi? Tüfəngçilər, qulamlar. Qulamlar. Qulamlar hansı ordu nümunəsində hazırlanmışdı? Yenicə. Nə qədər tüfəngçisi var idi? 10.000. Nə qədər topu var idi? 500. Topun daha çox nə məqsədlə istifadə edirdilər? Qalan mühasirəsi. Qalan mühasirəsində, bəli. Məsələn, onun bir də inzibati islahatı var. İnzibati islahatı elə bir ki 93-cü ildə Azərbaycan Bəylərbəyliyi yaradır. Mərkəzi hansı şəhər olur? Ərdəbil. Başçısı Zülfüqar bəy Qaramanlı'nın gəlir. Bəli. Paytaxtı 98-də köçürür İsfahana. Kimdən oxşar sizə? Məlikşahla. Bir də bu Özbəklərlə Qacarları köçürür də. Kimi? Qacar tayfalarını. Qacar deyil bu. Özbək tayfaları. Əfşar. Əfşar, hə. Qacarla qarışdırma. Əfşarları Özbəklərin sərhədə qoyur. Bəs yaxşı, Cəlalilərin Təbriz çıxışı nə vaxt baş verir? 91-də. Birinci Abbasın fəaliyyətinə aiddir o? Xeyr, hakimiyyət elanı düşürdü, amma Osmanlı. Bəs harda məskunlaşmaqlarına icazə verib? Ordubad. Yox, Sursayda. Nə zaman məskunlaşıblar? 1600 illər yadımda. 1608. 8-də.
Sü. Dostlar, bu dərsimiz az gülməli, çox məlumatlı oldu. Çünki qarşımda duran Emildən iki dənə qırışı çox olan abituriyentdir. Mən özdə xətrimə dəysə, Nəyə görə? mən bacarıqlı insanam. Bəli, bu bacarıq Neandertalsan da, bacarıqlı insan Emil. Neandertal olmaq bilirsən. Hə də, sən Neandertal ol da, Emil Mən bacarıq. bacarıqlı olmaq istəyirəm. Nəysə, bu uşaq bacarıqlı insan olmaq istəyir. Bugün dərsimiz başa çatdı dostlar. Növbəti dərs günlərində görüşərik. Sənin sözün var. Sağ olun, abunə olun, like atın. Aciz ol. İzləyin. Bu Abunə işlərlə olun. məşğul olun. Bəli, bu işlərlə məşğul. Heç olmasa bir əl həyatında işiniz olsun. Özünüzə yaxşı baxın. Sağ olun. Sağ ol. Sən də elə.